Salam, əziz və dəyərli dostlar. Hər birinizi uca Allahın salamı ilə salamlayıram. Bildiyiniz kimi bugün Həzrət Fatimə-tü Zəhra salamullahi əleyhə anamızın mövlud günüdür. Bu münasibətlə bütün müsəlmanları, bütün xanımları, bütün ana və bacılarımızı təbrik edirəm. Həqiqətən də biz nümunəvi şəxsiyyət deyəndə Həzrət Rəsulullah sallallahu aleyhi və alihi və səlləm gözlərimizin önünə gəlir və eyni zamanda da Həzrət Fatimə-tü Zəhra salamullahi əleyhə anamız da Həzrət Rəsulullahın diyar parəsiydi, onun vücudunun bir hissəsiydi, onun bədəninin yarısıydı, canı idi, özü idi və o Rəsuldan dünyaya gəlmiş nümunəvi şəxsiyyət idi ki, bütün xanımlar üçün nümunədir. Bütün xanımlar o anamızı tanımalı, onun həyatını öyrənməli, o xanımı öz həyatlarına nümunəvi şəxsiyyət kimi, ideal şəxsiyyət kimi götürüb o xanıma bənzəyərək yaşamalıdırlar. Bu münasibətlə də bütün analarımızı, bacılarımızı Həzrət Fatimə salamullah əleyhə anamızın mövludu münasibəti ilə təbrik edirəm. Onun dünyaya gəlişi, onun mövlud günü hər bir anamızın, hər bir bacımızın dirilməsinə, yenilənməsinə, özünə qayıtmasına vəsilə olsun.